iştirak edə bilmədim. Qalibləri təbrik edirəm, çox yaxşı iş görmüşsünüz. Arzu edirəm ki, turnir davam edəcək. Tamam, 1, 2, 3. Salam, mən Mahmudova Xəlidə, Stars komandasının üzvü və kapitanı, həmçinin turnirin organizatoruyam. Əvvəlcədən öz adımdan və komandam adından bütün iştirak edən uşaqlara öz təşəkkürümü bildirirəm. Hamıya sonsuz təşəkkürlərimi bildirirəm ki, iştirak elədilər bizim turnirimizdə. Ümumiyyətlə, komandalar çox gözəl oyun göstərdi. Məncə çox maraqlı bir turnir alındı. Ümumiyyətlə, təşkilatda göstərdi, təşkilatı köməyə görə Samirəyə çox böyük təşəkkürümü bildirirəm, Orxan Soltanova çox böyük təşəkkürümü bildirirəm, Nicətə çox böyük təşəkkürümü bildirirəm, Aslanov. Başından bəri mənim yanımdaydılar, məni dəstəklədilər və xüsusi təşəkkürlərimi isə millimizin liberası Valeriya Karatsenkaya çox böyük təşəkkürümüzü bildirmək istəyirəm. O bizim yanımızda idi, sadəcə müəyyən səbəblərdən bizim turnirimizdə iştirak edə bilmədi. Çox dəstəklərini bildirdi, bizə uğurlar arzuladı. Hamıya bir daha təşəkkür edirəm və ümid edirəm ki, gələn mövsüm oyunlar daha maraqlı keçəcək və turnir daha səviyyəli alınacaq. Bunun üçün əlimdən gələni də eləyəcəm. Növbəti turnirlərdə görüşənədək. Fuad Ədvəzimatov, öncəliklə bütün voleybolçulara öz təşəkkürümü bildirirəm. Xüsusən də Xalidə təşəkkürlər bildirirəm. Çünki ümumiyyətlə turnir təşkil etmək çox çətin bir işdir. Onu mən çox gözəl anlayıram. Turniri hamı təşkil etmək istəyirdi, amma bu riski, bu öhdəlikləri Xalidə öz üzərinə götürdü və təşkil etdi. Bunun üçün minnətdarlığımı bildirirəm. Komandalara gəlincə, hər kəs öz oyunu göstərdi. Təəssüflər olsun ki, biz sadəcə son turnirin əvvəlki oyunlarında birləşib oynaya bildik. Ona görə də oyunumuzu alınmırdı və o səbəbdən məğlub olduq. Amma turnirin son oyunlarında öz oyunumuzu tapdıq, qəşəng də oynadıq. Təəssüf ki, bəxt bizdən üz döndərdi. Outsider olsa da mən bunlara razı deyiləm. Yaxşı oyun istəmişik. Bütün komandalara uğurlar arzulayıram. Öz komandamı öpürəm. Hamıya uğurlar. Starsa da, Ultimatuma da, Bakıya da, Azəryol Servisə də, Jatersə də. Finalda isə təbii ki, Starsla Bakını görürəm. İkisi də finala layiqdirlər. Gözəl oyun oynayırlar. Kim çempion olacaqsa, halal xoşları olsun. Ultimatum forever. Mən Azər Kazımov. Həvəskar voleybol turniri təşkil olduğu işləndə sevindim, çox sevindim. Elə birinci də qatılmaq istədim. Xalidəyə buna görə təşəkkürümü bildirirəm. Sağ olsun ki, belə turnir təşkil edib. Düzdür, 2 tur oynamışam, ancaq ki, bu da bəsdir mənim üçün. Əsas odur ki, komandamız irəli getsin. Azəryol Servis komandasında oynayırdım. Uğurlar arzulayıram onlara da, bütün komandalara da. Bilirəm ki, turnirin qalibi Stars komandasıdır. Onlara uğurlar. Onlar buna layiq idi. Bir daha uğurlar. Sağ ol, çox sağ ol ki, bizi gəlib çəkmişsiniz. Mən İskəndər İbrahim, Sərəçi voleybol komandasının üzvüyəm. Mən bu həvəskar turnirində belə mənə fason oynayan 2-3 oyuncu var, o da Anar, bir də Şahin. Anara buradan çox onlar outsider oldular, çünki nə bilim, belə fason, belə priyonda Anar seçin eləyə bilmədi. Və amma Fuad Həyat, yəni ki, bir açıqlama oldu. Mən hələ ki də özüm tam formalaşmamışam, çünki ayağımdan zədə hələ keçməyib tam. Anara buradan uğur var, qoy biraz məşq eləsin. Adım Hərvindir, Stars komandasının üzvüyəm, setterdim, mövqeyim. 4 oyunda udmuşuq, çox xoşbəxtlik. İnşallah birinci gün final oynayacaq, inşallah oyunu da udacaq. Bugünkü oyun daha maraqlı oldu. Azəryol Servisi idi finalda. Ultimatum komandasının oyunu daha maraqlı oldu. İnşallah final bundan da maraqlı olar. Salam, mən Ultimatum komandasının kapitanı Orxan Soltanov. Bizim komanda əfsar olsun ki, bu turnirdə outsider oldu, yəni sonuncu mövqe tutduq. Lakin buna baxmayaraq gözəl oyun nümayiş etdirdi. Oyun qabağı məşqsiz olmağımız, bir-bir komanda şəklində toplaşa bilməməyimiz və heyətin sonuncu gün bəlli olması hamısı bu ümumilikdə gətirib outsider olmağımıza çatdı. Çox yaxşı ki, biz burada iştirak elədik. 1 milyon yar. Əfsiyat iştirak elədik. Turnirimizdə bir sıra qonaqlarımız oldu və xüsusi qonağımız Futbol Plus qəzetinin müdiri Sərxan və onun arzularını və sözlərini eşitdik turnirimiz haqqında. İlk növbədə təşkilatçılar kimdirsə, yəqin ki, başda Xalidə olmaqla onlara minnətdarlığımı bildirirəm. Bu gözəl fikirdir, yəni ki, mənə elə gəlir ki, pis alınmadı, ilk dəfə üçün yaxşı turnir alındı. Bir qədər yerlə bağlı problem oldu, ümid edirəm ki, tezliklə ikinci turnirdə də, sonra növbəti turnirlərdə də vahid bir yer olacaq və orada daha yaxşı turnir təşkil olacaq və
komandaların sayının da artacağına inanıram. Bu mənə elə gəlir ki, gözəl stimul olacaq və daha yaxşı nəticələrə imza atacaq. Hamınıza uğurlar arzulayıram. Özünüzü təqdim edirəm. Yarışı necə dəyərləndirirsiniz? Xoşunuza gəlir. Nədən narazı qaldınız? İstiydi çox, güzel balacaydı. And içirəm. Komanda yoldaşlarınızdan razı qaldınız. Hə, yaxşıydı. Növbəti turnirdə də həmin oyuncularla oynamaq istəyirsiniz yoxsa? Kimi çıxardardınız ki? Faridən, Kimi salardınız onun yerinə? Noranı. Birini də çıxardardım, ikisini salardım. Nora mənim də Nora budur. Mən isə həmişə Ondan razı qaldım. Sizcə Stars komandası çempionluğa layiq idi? Yox, Bakı. Layiq idi. Bakı düşdü. Bir də xahiş edirəm, bir dənə axırda desin ki, ən bomba komanda ultimatum idi. Bomba komanda, Ice Baby ultimatum. Başım sağ olun, hər şey yaxşıydı. Gələn Çox sağ ol. görüşürüz. Çox sağ ol Xalidə, sənə böyük təşəkkürlər. Daş kimi. Öz təqdindən başla, tez ol. Oynatmışma gəl, amma Süper hızlı gelişti her şey, bir anda döndü şansımız. İşte hayat böyle bir şey, şipşak değişir her şey. Kumanda elimde, keyfim yerinde, gözlerimi alamıyorum. Pırıl pırıl ışıl ışıl bu renkli rüyaya hayran oluyorum. Elimde kumanda takılıp kalıyorum, gözlerimi alamıyorum. Kıpır kıpır şıkır şıkır bu renkli rüyaya hayran oluyorum. Şans meleğim nerelerdeydin, tam zamanında geldin. Star Star en güzel bölüm başlıyor, yanıma uzan seyredelim. Bugün tam havamdayım, 7/24 ayardayım. Dört dörtlük bir moddayım, her gün star günüm. Sağımdan kalkmışım, gülerek uyanmışım. Gözlerimi alamadığım bir starım var artık. Şans meleğim nerelerdeydin, tam zamanında geldin. Star Star en güzel bölüm başlıyor, yanıma uzan seyredelim. Star Star. Star Star. Star Star. Sərəki voleybol komandasının liderasıyam və turnir çox yaxşı keçdi. Sağ olsun Xalidə turniri yaratdı və çox gözəl idi. Maraqlı çox idi. Biz hələ ki turnirin lideri elə də olmalıydı, çünki belə güclü oyuncular var. Mən, Pərvin, Orxan, Vəlizadə yaxşı polis edirdi. Amma belə o pişi turnir çox yaxşı keçdi. Mən Anara buradan təşəkkürlərimi elədi ki, mənə yaxşı konkurensiya yaratdı, yaxşı naskiydi. Hər şey vaxtında hər şey elədi. Oktyabrda İnşallah. Görüşərik.